Tullantıdan Sənətə Muzeyinə xoş gəlmişsiniz. 2012-ci ildən etibarən hər il Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, İçərişəhər Dövlət Tarix Memarlıq Qulluq İdarəsinin dəstəyi, İdeya İctimai Birliyinin və eyni zamanda Qız Qalası Qalereyasının dəstəyi ilə beynəlxalq Tullantıdan Sənətə sərgiləri keçirilir. 2015-ci ildə 4-cü Beynəlxalq Tullantıdan Sənətə sərgisinin keçirilməsi ilə eyni zamanda Tullantıdan Sənətə Muzeyi daimi olaraq fəaliyyətə başlamışdı. Muzeyimizə yaxınlaşanda ilk gördüyümüz eksponatımız Rəşid Məmmədov Azərbaycanlı müəllif tərəfindən hazırlanmışdı. Qarabağ Peqası adlanır bu əsərimiz. Qarabağ atları alicənablıq, mərdlik, fədakarlıq rəmzi kimi bizə təqdim olunur. Muzeyimizə daxil olarkən ilk gördüyünüz əsər Belarusiyalı müəllif Tatyana Gomza tərəfindən hazırlanmışdı. Əsər yeni sərgiyə təqdim olunub. Əsərimizdə 3 nəhəng ailə üzvü təmsil olunur. Sanki yumşaq pəncəli pişiklər gələn qonaqlara xoş gəldin jestini edir. Bizdən sağ tərəfdə gördüyünüz əsər Avstraliyalı müəllif Sean Avery tərəfindən hazırlanmışdı. Müəllif öz yaradıcılığında tullantıların təkrar istehsalına önəm verir və emal olunmuş məhsullardan istifadə edir. O əsasən disklərdən müxtəlif təbiət canlılarını öz yaradıcılığında hazırlamışdır. Növbəti əsərimiz isə Böyük Britaniyalı müəllif Catherine Weiss tərəfindən hazırlanmışdır. Müəllif öz əsərinin yaradıcılığında əsasən plastik tullantıların nizama salaraq onlardan müəyyən təbiət canlılarının hazırlanmasına üstünlük verir. Digər əsərimiz isə Steven Roderick, Amerikalı müəllifin əsəridir. O, yaradıcılığında elektron tullantıların istifadə olunmasına əsasən önəm verir və müəllif söyləyir ki, elektron tullantılar heykəltaraşlıq üçün nəzərdə tutulmadığından müəyyən insanlar sadəcə onu tullantıya çevirirlər, amma öz şəxsi təcrübəsində tullantılardan çiçək, həşərat və digər fiqurları hazırlamışdır. Digər əsərimiz isə İspaniyalı müəlliflər tərəfindən hazırlanıb. Müəlliflər təbiət yaradıcılığına son dərəcə həssas yanaşırlar və öz hiss və duyğularını əsərləri üzərində nümayiş etmişdilər. Digər əsərimiz isə Türkiyəli müəllif Selçuk Yılmaz tərəfindən hazırlanıb. Əsərimiz mələk formasını xatırladır. Burada əzilmiş və paslanmış metaldan istifadə olunmuşdu və müəllif qeyd edir ki, metal üzərində olan pas və əzilmə izləri sanki təbiətin və insanın zamanla əşya üzərində buraxdığı təsirlərdir. Sizə təqdim edəcəyimiz növbəti əsər Böyük Britaniyalı müəllif Harold Mead tərəfindən hazırlanmışdı. Kompozisiyamızda 3 təbiət canlısı, Azərbaycan təbiətinə məxsus olan canlılar təsvir olunmuşdu. Burada biz görürük dəmir ləvazimatlardan hazırlanmış atların təsviri və eyni zamanda Azərbaycan təbiətini tərənnüm edən ceyran təsviri verilmişdi. Digər əsərimiz isə Azərbaycanlı müəllif Aydın Bağırov tərəfindən hazırlanmışdı. Ölü plastik adlanan bu əsər, plastikin ölü adlandırılması məcazi mənada qeyd olunmuşdu. Plastik tullantılar əslində təkrar istehsala yararı olan ən vacib əşyalar hesab olunurlar. Digər əsərimiz isə Qazaxıstanlı müəllif Şamil Quliyev tərəfindən hazırlanmışdı. Bu təsvirdə biz xaç görürük və üzərində çarmıxa çəkilmiş insanlar təsviri. Müəllif öz ideyasını belə əlaqələndirir ki, müasir dövrdə insanlar sanki texnoloji avadanlıqlar vasitəsilə çarmıxa çəkilmişdi və onlar bu problemdən azad ola bilmirlər. Digər əsərimizi sizə təqdim edirik. Bu, İtalyan müəllif Dario Tirani tərəfindən hazırlanmışdı. Əsərdə insan təsviri verilir və təbiətlə istehlakçını əlaqələndirmək daim əbədi və qlobal bir sualdır insan qarşısında. Növbəti əsərimiz Rusiyalı müəlliflər tərəfindən hazırlanmışdı. Yeni sərgimizə təqdim olunub. Qarşınızda gördüyünüz bu əsərimiz. Əsər adlanır Tullantıdan Qızıl. Əsərin bu ideya ilə adlandırılması məqsəd odur ki, tullantılar təkrar istehsalı mərhələsi keçirərək sonda qızıl qədər dəyərli bir əşyaya çevrilirlər. Digər qarşımızda gördüyünüz bu əsərimiz isə Azərbaycanlı müəllif Aytan Abdullayeva tərəfindən hazırlanmışdı. Qışqırıq adlanır əsər. Müəllif qeyd edir ki, əsərin hazırlanmasında ilham verici mənbə 19-cu əsrdə Edvard Munch tərəfindən hazırlanmış eyni adlı əsərdir və bu əsərimiz muzeyin və sərginin konsepsiyasına uyğun olaraq köhnə qəzet və jurnallar vasitəsilə hazırlanmışdı. Bizdən sol tərəfdə gördüyünüz bu əsərimiz Azərbaycanlı müəllif Arif Əmirov tərəfindən hazırlanıb. Əsər adlanır Metamorfozlar
və müəllif qeyd edir ki, əşya üzərində edilmiş hər hansısa bir dəyişiklik onun yeni mühitdə xilas olmasına səbəb olur. Digər biz tərəfdən solda olan bu əsərimiz Azərbaycanlı müəllif Aydın Bağırov tərəfindən hazırlanıb, Böyük Şəhər adlanır. Əsərin hazırlanmasında plastik tullantılardan və hörümçək torunu xatırladacaq iplərdən istifadə olunmuşdu. Müəllif qeyd edir, insanlar gün ərzində müxtəlif istiqamətlərə hərəkət edir və sonda kənardan baxınca sanki bu hərəkət izləri bir hörümçək torunu bizlərə xatırladır. Bizdən sol tərəfdə gördüyünüz digər əsərimiz isə Amerikalı müəllif Ches Felix tərəfindən hazırlanmışdı. Qara Qarayev adlı bu əsər Qara Qarayevin portretini bizə göstərir və burada müəllif əsasən okean sahillərindən topladığı plastik tullantılardan istifadə etmişdi. Müəllif qeyd edir ki, təbiətlə insan arasında daim ziddiyyətlər mövcuddur və bu ziddiyyətlərin səbəbkarı məhz insanın özüdür. Bizdən arxa tərəfdə gördüyünüz digər əsərimiz isə Pakistanlı müəllif tərəfindən hazırlanıb. Əsərimizdə inək təsviri və kənarlarında plastik qablardan çəmənlik təsviri qeyd olunmuşdu. Və müəllifin fikirlərinə görə inək bolluq fədakarlıq rəmzidir və baş hissəsində suyun verməsi bu da eyni mənanı kəsb etdiyini göstərir və hər bir insanın təbiət sularının mühafizəsində iştirakçı olmağını bir daha diqqətimizə çatdırır. Sərgimizə təqdim olan digər möhtəşəm əsərlərdən biri Albaniyalı müəllif Saymir Strati tərəfindən hazırlanmışdı. Rəqəmsal Dünya adlanır bu əsərimiz. Əsərin əsas ideyası odur ki, rəqəmsal texnikanın inkişafı sonradan onların kütləvi şəkildə tullantıya çevrilməsinə səbəb olur. Digər əsərimizi sizə təqdim edirik. Bizdən sol tərəfdə gördüyünüz bu əsər Türkiyəli müəllif tərəfindən hazırlanmışdır. Əsərimizə diqqət etirsək, burada müxtəlif tullantılardan, həm plastik, eyni zamanda metal tullantılardan istifadə olunmuşdu. Əsər kollaj adlanır və əsərdə təsvir olunan insan simaları demək olar ki, eyni istiqamətə baxır. Bu da o ideya ilə əlaqələnir ki, bütün insanlar sanki dünyada eyni amal ilə yaşayırlar. Digər əsərimizə diqqət yetirir. Bizdən sağ tərəfdə gördüyünüz bu əsərimiz Azərbaycanlı müəllif Nəzrin Musayeva tərəfindən hazırlanmışdı. Əsər Bumerang adlanır. İstifadə olunmuş siqaret kötükləri əsərdə yerləşdirilmişdi. Əsərin bumerang adlandırması, yəni siqaret tüstülərinin istifadə olunandan sonra bizə eyni qaydada təsir verəcəyini göstərir. Sərgiyə təqdim olunan digər əsərimiz Azərbaycanlı müəllif Həmidə Məlikova tərəfindən hazırlanmışdı. Əsər yağlı boya ilə kətan üzərində çəkilib və üzərində qadınlara aid olan bəzək əşyaları istifadə olunmuşdu. Bu bəzək əşyalarının əsər üzərində istifadə olunması sərginin konsepsiyasını tamamlanmışdır. Digər əsərimizi sizə təqdim edirik. Bizdən sağ tərəfdə gördüyünüz bu əsərimiz Zəkəriyyə Zəkəriyev tərəfindən hazırlanmışdı. Sevgi qanadı adlanır bu əsər və müəyyən əşyalar üzərində bərk edilmiş açarlar sanki insan qəlbinə gedən yolların, sevgi yollarının simvolu kimi təmsil olunmuşdu. Digər əsərimizi sizə təqdim edirik. Bizdən sağ tərəfdə gördüyünüz bu əsər Azərbaycanlı müəllif Fərhad Fərzəliyev tərəfindən hazırlanmışdı. Əsərin hazırlanmasında siqaret kötüklərindən və dəniz qumlarından istifadə olunub. Artıq özü-özlüyündə bu əsər öz ideyasını bizə nümayiş edir. Bu əsər təbiətimizdə, dünyamızda olan suların mühafizəsinə diqqəti yönəltmək istəmişdir. Qarşınızda gördüyünüz növbəti əsər Sloveniyalı müəllif Jože Tonik tərəfindən hazırlanmışdı. Əsər abstrakt kompozisiyadır. Yandırılma və yapışdırılma üsulu ilə olaraq müxtəlif məzmunları ifadə olunan əsər təsvirləri verilmişdi. Digər əsərimizi sizə təqdim edirəm. Bizdən sol tərəfdə gördüyünüz bu əsər Livanlı müəllif Nirit Livat tərəfindən hazırlanmışdı. Velosiped seplərindən istifadə olunub, təbiət canlılarının təsviri yaradılıb. Bu əsərin hazırlanmasına məqsəd odur ki, təbiəti mühafizə edək deyərkən təkcə insanların deyil, digər canlıların mühafizə olunması nəzərdə tutulur. Bizdən arxa tərəfdə gördüyünüz bu əsərimiz Azərbaycanlı müəllif Fəraj Rəhmanov tərəfindən hazırlanıb. Müəllifin
İspan şairi Federico Garcia Lorca'nın şeirini oxuduqdan sonra öz təsvirində müəyyən bir hiss həyəcanları yaranmışdı və eyni zamanda muzeyimizin konsepsiyasına uyğun olaraq müxtəlif məişət əşyalarından istifadə edərək xüsusi belə bir insan fiquru hazırlamışdır. Sizə təqdim edəcəyimiz digər möhtəşəm əl işlərindən biri Amerikalı müəllif Jennifer Maestro tərəfindən hazırlanmış Oktopus əsəridir. Bu əsərin hazırlanmasında yonulmuş karandaş uzluqlarından istifadə olunmuşdur. Yəni qeyd olunur ki, hətta ən kövrək tullantılar belə ən möhtəşəm əsərlərin yaradılması üçün çox yararlıdırlar. Digər əsərimiz isə Zekeriya Zekeriyev tərəfindən hazırlanmış Balıq adlı bu əsərdir. Əsərin hazırlanmasında xırda pullardan, dəmir pullardan istifadə olunmuşdu və müəllif qeyd edir ki, bəzən insanlar tərəfindən bəyənilməyərək tullantıya çevrilən bu əşyalar da ən gözəl əsərlər yaratmaq üçün yararlıdırlar. Digər əsərimizi sizə təqdim edirik. Bizdən sağ tərəfdə gördüyünüz bu əsər Maestro Lancero tərəfindən hazırlanmışdır. Robotlar adlanır əsərimiz. Əsərin hazırlanmasında plastik tullantılardan, əşyalardan istifadə olunmuşdur və ideya ondan ibarətdir ki, müasir dövrdə təbii sərvətlər tükənəndir və insanlar onların ətrafında olan bütün resursları dəyərləndirməyi bacarmalıdırlar. Digər əsərimizi sizə təqdim edirik. Gürcüstanlı müəllif Ledvan Bicuashvili tərəfindən hazırlanan bu əsər müxtəlif installyasiyalardan ibarətdir. Təbiətə məxsus olan daş və metal hissədən istifadə olunmuşdur. Müəllif qeyd edir ki, ən cansız hesab olunan əşyaları belə yenidən canlandırmaq mümkündür. Digər əsərimizi ki, sizə tanış edirəm. Bu əsərimiz də Amerikalı müəllif tərəfindən hazırlanmışdı. Yeni sərgiyə təqdim olunub əsərimiz plastik eynəklərdən istifadə olunub və fonda isə riyazi formullar verilmişdi. Müəllif qeyd edir ki, dünya okeanları plastik tullantılar səbəbindən çirklənməyə məruz qalır və qeyd olunan riyazi formullar sanki bu problemlərin həllidir. Digər əsərimizlə gəlin tanış olaq. Bu əsərimiz Amerikalı müəllif tərəfindən hazırlanıb və CD disklərdən istifadə olunmuşdu. Müəllif öz yaradıcılığında əsasən musiqi alətlərini disklərdən hazırlayır və muzeyimizə təqdim etdiyi bu əsərimiz isə gəmi formasını xatırladır. Digər əsərimizə diqqətimizi yönəldək. Bu əsərimiz isə Əskər Estinlatov, Qazaxstanlı müəllifin əsəridir. Əsərdə plastik, sınmış və qırılmış stəkanlardan istifadə olunmuşdur. Müəllif deyir ki, plastik qablarda belə müəyyən bir xarizma mövcuddur. Gəlin digər əsərimizlə də tanış olaq. Bu əsərimiz Azərbaycanlı müəllif Həmidə Məlikova tərəfindən hazırlanmışdır. Plastik qablar və üzərində müxtəlif təbiətə məxsus olan çalarlar var. Sanki müəllif təbiətə məxsus ahəngi bu qablar üzərinə köçürmüşdü. Bizdən sol tərəfdə gördüyünüz bu əsərimiz isə Ukraynalı müəllif tərəfindən hazırlanıb. Seçim adlanır əsər və müəllif qeyd edir ki, tullantıların dövr etməsi insan seçiminə uyğun olaraq baş verir. Bizdən sağ tərəfdə gördüyünüz növbəti əsərimiz Azərbaycanlı müəllif Nadir Eminov tərəfindən hazırlanmışdı və yeni sərgiyə təqdim olunub. Parabüzənlər adlı bu əsərimizdə müəllifin ideyası ondan ibarətdir ki, biz böyüdükcə uşaqlıq xəyalları sanki böyük bir dünyaya qərq olur. Digər əsərimizlə tanış olaq. Amerikalı müəllif tərəfindən hazırlanıb. Plastik insanlar adlanır bu əsərimiz və gördüyünüz bu insanların simasında biz əzab və istirab dolu bir baxışlar görürük. Sanki bu insanlar təbiətin korlanmasından öz daxili narahatlıqlarını ifadə edirlər. Bizdən arxa tərəfdə gördüyünüz digər əsərimiz isə Elvin Nəbizadə, Azərbaycanlı müəllifin əsəridir. Keçmiş bu günümüzdə adlanır əsərimiz və sanki müəllif keçmişə aid olan hiss və həyəcanlarını yeni yaratdığı əsər üzərinə köçürmüşdür. İndi isə qalxırıq muzeyin yuxarı mərtəbəsində yerləşən əsərlərlə tanış olmağa. Bizdən sağ tərəfdə gördüyünüz bu əsər Qazaxstanlı müəllif tərəfindən hazırlanmışdı. Avtomobil sənayesinə məxsus olan metal tullantılardan burada istifadə olunub və hər il metal əşyaların istehsalı və eyni zamanda onların kütləvi şəkildə tullantıya çevrilməsi gələn qonaqların əsas diqqət mərkəzinə çatdırılır. Muzeyin girişində yerləşən və bizi qarşılayan digər növbəti əsərimiz isə Aydın Bağırov tərəfindən hazırlanmışdı. Azərbaycanlı müəllifin əsəridir. Plastik insan adlanan bu əsər kimyəvi təhlükələr və digər zərərlər vasitəsilə təbiətimizin insanlar tərəfindən
korlandırılmasını göstərir və eyni zamanda sonda sanki insan bu problemdən çıxış yolunu axtarır. Qarşımızda gördüyümüz bu əsər isə Kubalı müəllifin əsəridir, Nar ağacı adlanır. Əsərin hazırlanmasında köhnə geyim əşyalarından istifadə olunmuşdur və müəllif Azərbaycanda keçirilən Nar festivalından təsirlənərək Azərbaycan təbiətini öz əsərində tərənnüm etmişdir. Sərgimizə təqdim olunan növbəti əsərimiz Azərbaycanlı müəllif Rəhim Çopurov tərəfindən hazırlanmışdır. Qız Qalası simvolizə olunur bu əsərimizdə. Qız Qalası paytaxtımızın ən qədim abidələrindən biri kimi muzeyimizdə simvolik olaraq öz yerini tapmışdır və bu əsərimiz yeni sərgiyə təqdim olunub. Digər əsərimiz isə bizdən sol tərəfdə gördüyünüz insan simalarıdır. İnsan simaları bütün dövr rəssamlarının yaradıcılığında əsas obyekt kimi götürülmüşdür və dəmir tollardan istifadə olunaraq bu əsərimiz hazırlanmışdır. Digər əsərimiz isə bizdən sağ tərəfdə gördüyünüz Gürcüstanlı müəllif Sosa Çixayidze tərəfindən hazırlanmışdır. Hüceyrə təsviri yaradılıb bu əsərdə. Hətta metal tullantılardan belə hər hansısa bir incəsənət əsərinin yaradılmasının mümkün olduğu göstərilir. Qarşımızda gördüyümüz bu növbəti əsərimiz İsrailli müəllif Niret Levat tərəfindən hazırlanmışdır. Əsərin hazırlanmasında metal tullantılardan istifadə olunub, canlandırılmış heyvan təsvirləri verilmişdir. Digər əsərimiz isə Rumıniyalı müəllif tərəfindən hazırlanıb, Qızıl Otaq adlanır bu əsərimiz. Keçmiş ötən əsrlərə aid olan əşyalar qızılı rəngin tonları ilə sanki yeni mühitdə xilas olunmuşdular. Digər əsərimizlə tanış oluruq. Bu əsərimiz Azərbaycanlı müəllif İslam Həsənzadə tərəfindən hazırlanaraq yeni sərgimizə təqdim olunmuşdur. Əsərin hazırlanmasında süngərdən istifadə olunub və insanın qəlb hissəsi çıxarılmışdır və bununla sanki müəllif müasir insanı simvolizə etmişdir. Digər əsərimiz bizdən sağ tərəfdə gördüyünüz bu əsər Hindistanlı müəllif tərəfindən hazırlanaraq sərgimizə təqdim olunmuşdur. Hər iki əsərin hazırlanmasında plastik və metal tullantılardan istifadə olunub və müəllif bu tullantıların zamanında dəyərləndirilməsini diqqət mərkəzinə gətirmək istəmişdir. Qarşınızda gördüyünüz bu əsərlər Hollandiyalı müəllif tərəfindən hazırlanmışdır. Hər iki əsərin hazırlanmasında rezin şinlərdən istifadə olunmuşdur. Müəllif qeyd edir ki, hətta ən möhkəm material hesab olunan şinlər belə incəsənət əsərinin yaradılmasına yararlı tullantılardılar. Digər əsərimiz isə Bart Vargas, Amerikalı müəllif tərəfindən hazırlanan əsərdir. Globus şəklində hazırlanıb bu əsər və onun hazırlanmasında klaviatura düymələrindən istifadə olunmuşdur və bu əsərin hazırlanması ilə müəllif qeyd edir ki, tullantılar sadəcə bir vahid ərazi halında problem deyil, eyni zamanda qlobal mühitdə baş verən bir problemdir. Digər əsərimiz isə Livanlı müəllif tərəfindən hazırlanıb, nar formasında, fiqurunda hazırlanmışdı bu əsər və onun hazırlanmasında əsasən çoxlu sayda qəzet tullantılarından istifadə olunmuşdu. Digər əsərimiz isə Nadir Eminov tərəfindən hazırlanıb, kəpənək formasını xatırladır əsərimiz və müəllif qeyd edir ki, hər parıltayan qızıl deyil, yəni dünya faniliyi sanki aldadıcı bir parıltıdır. Bizdən sağ tərəfdə gördüyünüz bu əsərimiz yeni sərgiyə təqdim olunmuşdur. Makedoniyalı müəllif tərəfindən hazırlanmışdır. Əsər itki adlanır. Yəni burada görürsünüz müxtəlif sayda uşaq geyimləri, köhnə uşaq geyimləri bərki edilmişdir əsərin üzərinə. Müəllif qeyd edir ki, müəyyən müddət ərzində Makedoniyada vətəndaş müharibəsi olmuşdu və bu müharibədən təsirlənərək o yaradıcılığının bir çox hissəsini insan itkisinə həsr etmişdi. Bizdən sol tərəfdə gördüyünüz bu əsərimiz Azərbaycanlı müəllif Nəzri Musayev tərəfindən hazırlanmışdı. Bu əsərin hazırlanmasında plastik salafanlardan istifadə olunmuş və burada life, həyat sözü qeyd olunmuş. Sanki köhnə əşyalara ikinci dəfə həyat verilmişdir. Digər əsərimiz isə Çexiyalı müəllif tərəfindən hazırlanmışdır. Plastik butulkalar vasitəsilə hörümçək təsviri hazırlanmışdır. Qarşınızda gördüyünüz bu əsərimiz Azərbaycanlı müəllif Aydın Bağırov tərəfindən hazırlanmışdır. Əsər Mexanizm və Orqanizm adlanır. Burada biz lampa görürük, o günəşi simvolizə edir. İçərisindəki torpaq isə yer kürəsini simvolizə edir və ümumilikdə insan və bu simvolların verilməsi göstərir ki, insan, yer kürəsi, günəş daim olaraq bir-birinin vəhdətdədir və bu vəhdətə bəzən təsir edən məhz insanın özüdür.
Digər əsərimiz isə Böyük Britaniyalı müəllif Sarah Turner tərəfindən hazırlanmışdı. Qarşımızda plastik butulkalardan hazırlanmış çıraqları görürük və müəllif qeyd edir ki, hətta plastik əşyalar belə faydalı əsərlərin yaranması üçün yararlıdırlar. Digər əsərimiz isə Azərbaycanlı müəllif Mehriban Şəmsəddinskaya tərəfindən hazırlanmışdır. Həyat saatları adlanır bu əsərimiz. Dekorativ element və abstrakt kompozisiyada hazırlanıb əsər və müəllif qeyd edir ki, təbiət bizə hər şeyi olduğu kimi gözəl şəkildə verir və eyni gözəllikdə istifadədən sonra biz əşyaları təbiətə qaytarmalıyıq. Digər əsərimizi sizə təqdim edirəm. Novruz Məmmədov Azərbaycanlı müəllifin əsəridir. Dünya totemi adlanır bu əsər və müasir elementlərdən istifadə olunaraq keçmişi xatırladan simvol hazırlanmışdır. Növbəti əsərimiz də yeni sərgimizə təqdim olunmuşdur. Rusiyalı müəllif Dmitri Rıbov tərəfindən hazırlanıb bu əsərimiz. Yaddaşdakı düyünlər adlanır. Müəllif qeyd edir ki, hər bir insanın yaddaşında müxtəlif düyünlər mövcuddur. Müəyyən zaman keçdikcə insan qorxu, sevinc və kədər hissi ilə rastlaşanda sanki anidən bu düyünlər açılmağa başlayır və insan həyatında yeni inkişaflara yol açmış olur. Digər əsərimiz isə Portuqaliyalı müəllif Artur Bordalo tərəfindən hazırlanmışdı. Möhtəşəm əsərlərimizdən biridir. Bu əsərin hazırlanmasında köhnə geyim əşyalarından, plastik tullantılardan və digər əşyalardan istifadə olunmuşdur. Böyük tullantı heyvanları adlanır bu əsərimiz və bu əsərin hazırlanmasında müəllif qeyd edir ki, biz təbiəti qoruyanda həm suda, həm də quruda yaşayan heyvanların mühafizəsini təşkil etməliyik. Digər əsərimiz isə yeni sərgiyə təqdim olunub. Elvin Nəbzadəyə məxsusdur bu əsərimiz. İşıqlardan, fanarlardan hazırlanıb bu əsərdə. Müəllif qeyd edir ki, bu əsərin işıqlardan hazırlanmasında əsas ideya ondan ibarətdir ki, heyvanların təbiətimizdə özünə məxsus zövq mənbəyi kimi çıxış edirlər. İndi isə sizə növbəti, sonuncu əsərimizi təqdim edirəm. Bu əsərimiz Amerikalı müəllif Leo Sweal tərəfindən hazırlanmışdır. Qırmızı alma adlanır bu əsər. Əsərin hazırlanmasında müxtəlif məişət əşyalarından istifadə olunub. Həm metal, eyni zamanda plastik əşyalardan istifadə olunmuşdur. Alma şəklində olduğuna görə yalnız qırmızı rəngdə elementlər seçilmişdir. Müəllif qeyd edir ki, təkrar istehsal mərhələsi keçdiyinə görə tullantılar həm də xəzinə adlandıra bilər və buna görə də bir insanın tullantısı sonda digər insanın xəzinəsinə çevrilir. Və bu əsərimizlə biz gəzintimizi yekunlaşdırırıq. Mənim sizə təqdim etdiyim bütün əsərlər 5 il ərzində təşkil olunan sərgiyə aid olan əsərlər idi.